Karen Vanimana 2 il bundan əvvəl glioblastoma diaqnozu qoyulub. Cərrahi əməliyyatı, kemoterapiya və şüalanmadan sonra o Duke Universitetinin tibbi mərkəzində beyin xərçənginə qarşı vaksinin kliniki sınağında da iştirak edib. 2 ildən çox müddət keçib və həkimlər onun xəstəliklə mübarizəyə davamlı olduğunu deyirlər. Glioblastoma xəstəliyinin daşıyıcıları adətən diaqnoz qoyulandan sonra 15 ay ərzində vəfat edirlər. Duke Universitetinin tibbi mərkəzinin həkimi John Sampson deyir ki, vaksin bir neçə növ xərçəng xəstəliyində qarşıya çıxan proteinlərə hücum edir. Bu vaksindən istifadə edən bir neçə xəstə heç bir şiş müşahidə olmadan 5 il və ya ondan da çox ömür sürürlər. Bu çox sevindirici haldır. Həkim Sampson deyir ki, glioblastoma xəstəliyindən sağ qalanların faizi ümumiyyətlə aşağıdır. Buna səbəb beyində bəzi xərçəng hüceyrələrinin müalicəyə həssas olması, bəzilərinin isə olmamasıdır. Bəzi hüceyrələr kamioterapiyaya və başqaları şüalanmaya həssas olan halda, üçüncü növ hüceyrələr bu müalicə növlərinin heç birinə həssas olmaya bilir. Northwest Universitetinin həkimi Marcus Bridle genetik beyin şişlərinin, xüsusilə də glioblastomada gen dəyişikliklərini müayinə edir. O beyin şişlərinin səbəbini anlamağa çalışır. Tədqiqatçılar deyirlər ki, vaksin xərçəng hüceyrələrinə hücum edən antikorları yaradan immun sisteminə kömək etmək yolu ilə də xəstəliyə təsir edə bilir. ABŞ-da hər il təxminən 10.000 insanda glioblastoma xəstəliyi aşkar edilir. Kliniki sınaqda uğur əldə olunmasına baxmayaraq, ekspertlər iqtisadi gərginlik dövründə vaksini yetişdirməkdə çətinliyin ola biləcəyindən narahatdırlar. Milli Xərçəng İnstitutu beyində şişin ABŞ-da xərçəng xəstəlikləri arasında ən çox ölmə səbəb olduğunu qeyd edir. Vaşinqtondan Bəxtiyar Zamanov, Amerikanın səsi.